Belə bir şəhər yeri var Ağsuda. Xaraba şəhər deyirlər. Ona deyirlər ki, Yeni Şamaxı. Yəni Şamaxı Nadir Şah dağıdandan sonra ora köçüb və s. Nəysə, onların layihəsi əsasında 2010-cu ildə mən orada tədqiqata başladım. Mənim rəhbərliyimlə. Çox böyük sahələr açdıq. 18-ci əsrin şəhərin, demək olar ki, şəhərin bir 1/10 hissəsini açdıq. 7 sahədə və orada nələr çıxmadı. Nələr çıxmadı. Şəhərin sənətkarlar məhəlləsi, şəhərin qala divarları, su təchizatı və kanalizasiya şəbəkəsi, hamam kompleksi, şəhərin cümə məscidi və nəhayət orada 7 metr dərinlikdə onların buzxana anbarını aşkar elədik. Geniş ərazisi olan bir buzxana anbardır. Yəni Ağsu isti olan yerdir deyə orada xanlıq hökumət səviyyəsində də söhbət gedir Şirvan xanlığından, Şamaxı xanlığından. Şamaxı xanlığının paytaxtı idi o zaman Ağsu. Orada o strateji əhəmiyyətli ərzaqlar saxlanılırmış. Həmin ərazinin o üstü çöküb eləyib, onu təmizləyərkən oradan 2 dəfinə çıxdı. Dəfinənin biri gümüş pullardan ibarət idi. Azərbaycan ayrı-ayrı xanlıqlarda zərb olmuş pullar idi. Digər dəfinə qızıl pullardan ibarət dəfinə. 37 ədəd qızıl pul çıxdı orada. Deməli, 1791, 92, 93, 96 və 1800-cü ilə aid qızıl Holland dukatları çıxdı. Çox nadir bir. Yəni, Azərbaycanda 100 ildir ki, arxeoloji tədqiqatlar gedir və elmi xətlə, arxeoloji tədqiqatlar xətti ilə yeganə dəfinədir, qızıl pullardan ibarət ki, Ağsuda tapıldı. Miras İctimai Birliyi sağ olsun ki, bütün o biz öyrəndiyimiz sahələri konservasiya edərək, üzərin çox möhtəşəm model bağladılar. İndi ora, əvvəlcə biz oranı arxeoloji turizm kompleksi kimi təqdim edirdik. Onun ardınca Cənab Prezidentin xüsusi sərəncamı ilə Ağsu oldu Dövlət Tarix Qoruğu, Tarix və Mədəniyyət Qoruğu.